Bu qısa videoda bir sual öyrənirik. 9-cu sinif buraxılış imtahanı üçün möhtəşəm sualdır. Oxuyaq. Düzbucaqlı üstbucağın iti bucaqları 2-7 nisbətində olarsa, düzbucaq təpəsindən çəkilmiş tənbölən və median arasındakı bucağı tapın. Biz bilirik ki, düzbucaqlı üstbucaq bu şəkildə verilərsə, A bucağı, B bucağı və C bucağı, B bucağı 90 dərəcədir. B və C bucaqları iti bucaqlardır. 2-7 nisbətindədir. Tutaq ki, biri 2 qısdır, biri 7 qısdır. İti bucaqların cəmi bizdə 90 dərəcəyə bərabərdir. Ona görə yazırıq 7x bərabərdir 90 dərəcə. 2 qısla 7 qısı toplayanda 9x bərabərdir 90 dərəcə. X də bərabərdir 99-a bölürük, olur 10 dərəcə. Deməli, bucağın biri 2 vuraq 10, 20 dərəcədir. Biri 7 vuraq 10, 70 dərəcədir. Bizə deyir ki, tənbölən və median arasındakı bucağı tapın. Burada tənbölən sözü olduğu üçün tənbölən və median arasındakı bucaqları tapmaq üçün uyğun iti bucaqları bir-birindən çıxıb 2-yə bölmək lazımdır. 70 çıxılsın 20 bölünsün 2. 70-dən 20 çıxdıqda 50 bölünsün 2. 25 dərəcə. Cavab olur 25 dərəcə.